Ən qədim futbola bənzər oyunlar 4000 il əvvəl Çin, Misir və Mayalarda oynanırdı. Topu ayaqla kiçik dəliklərdən keçirmək məqsədi daşıyan və dünyanın ilk rəsmiləşdirilmiş futbol oyunu sayılan Cuju Çində təsvirləri tapılmışdı. Qədim Misir divar rəsmlərində dəridən hazırlanmış toplarla ayaq oyunları oynandığı göstərilir. Yunanlıların Epikairos, Romalıların Harpastum oyunu futbolun taktiki köklərindən biridir. Maya və Azteklər top oyununu dini ayinlərin bir hissəsi kimi oynayırdı. İngiltərə və Fransada kəndlilər arasında onlarla nəfərin qatıldığı kobud top oyunları oynanırdı. İngiltərə kralları 13-cü, 16-cı əsrlərdə bu oyunların zorakılığa görə bir neçə dəfə rəsmi olaraq qadağan etmişdi. Futbolun yazılı qaydaları ilk dəfə İngiltərənin elit məktəblərində tərtib olunmağa başlamışdı. Cambridge qaydaları 1848-ci ildə futbolun ilk müasir qaydaları tələbələr tərəfindən yazılmışdı. Futbol tarixində dönüş nöqtəsi İngiltərədə futbol administrasiyası yaradıldı və futbol ilə raqbi rəsmi olaraq ayrıldı. 1863-cü ildə qaydalar müasir futbolun əsasını qoydu. Əl ilə oynamaq qadağan edildi. Sahə ölçüləri müəyyənləşdirildi. 1872-ci ildə İngiltərə və Şotlandiya arasında ilk rəsmi futbol oyunu baş tutdu. 1872-ci ildə dairəvi dəri topun istifadə olunması məcbur oldu. Offside ən çox dəyişdirilən qayda olub və 19-cu əsrdən bəri inkişaf etmişdir. İngiltərədə futbolçulara rəsmi olaraq maaş verilməsi 1885-ci ildən icazə verildi. Futbolun beynəlxalq idarə orqanı kimi Fransa, Belçika, İsveç, Danimarka, İsveçrə, İspaniya və Hollandiyanın təşəbbüsü ilə formalaşdırıldı. İlk Dünya Kuboku Uruguayda keçirildi və ev sahibi qalib oldu. 20-ci əsrdə futbol taktikalara və komanda strukturuna əsaslanan texniki oyuna çevrildi. Futbolun qlobal məşhurluğu 1950-1980-ci illərdə televiziya yayımı ilə partladı. VAR sistemi, analitik məlumatlar, yüksək sürətli oyun tərzi və qlobal turnirlər futbolun tam yeni mərhələsidir. Futbol dünyanın ən populyar idman növüdür. Hal-hazırda 4 milyarddan çox azarkeşi var və 200-dən çox ölkə FIFA-ya daxildir.